Bismillahirrahmanirrahim. Ramazan ayının mərkəzinə doğru irəliləyirik. Bugün məğfirət, yəni bağışlanma günlərinin ən həssas nöqtələrindən birinə, 12-ci günə uyanırıq. Bədənimiz fədakarlığa alışıb, ruhumuz isə hər gecə Yaradanına biraz da yaxınlaşır. Əziz və dəyərli izləyicilər, həyatınızda heç elə bir an olubmu ki, keçmişdə etdiyiniz xətaların, heç kimin bilmədiyi günahların bir gün üzə çıxacağından, cəmiyyət içində rüsvay olacağınızdan dəhşətli dərəcədə qorxmusunuz? İnsan bu vicdan yükü ilə baş-başa qalanda düşünür ki, onun bu ləkələnmiş ruhu necə təmizlənəcək? Amma imsakın o sirli sükutunda göylərin qapıları məhz bu qorxunu yaşayanlar, abrının və şərəfinin qorunması üçün, fəryad edənlər üçün sonuna qədər açılır. Bugün sizinlə insanın eyiblərini əbədiyyətə qədər gizlədən, edildiyi an əsla və əsla geri qaytarılmayan o qəti duaları kəşf edəcəyik. Sizinlə 40 il boyunca Allaha üsyan edən, lakin izdihamın içində üzünü örtüb etdiyi bircə səmimi tövbə ilə quraq səhraya yağış yardıran o sirli günahkarın sarsıdıcı hekayəsini eşidəcəyik. Sol çiynimizdəki mələyin günahlarımızı yazmazdan əvvəl bizim üçün necə ilahi bir möhlətlə gözlədiyini və o imsak vaxtının günahları kitaba düşmədən necə sildiyini kəşf edəcəksiniz. Allahın qiyamət günü mömin bəndəsi ilə xəlvətdə necə danışdığını, İmam Əlinin isə tükənməz xəzinə adlandırdığı o sirri öyrənəcəksiniz. Ümidsizliyi bir kənara atın. Rəbbinizin sizin eyiblərinizi necə dərin bir məhəbbətlə örtdüyünü görməyin vaxtı gəldi. Ramazanın 12-ci günü imsaka oyanıb, sübhün alaqaranlığında səccadə üzərində əyləşdiyimiz zaman bizdən xüsusi bir məqam istənilir. İslam alimləri 12-ci günün duasında insanın ən həssas nöqtəsinə, cəmiyyət içindəki abır həyasına, eyiblərinin örtülməsinə toxunurlar. Gəlin bu mükəmməl duanı birlikdə oxuyaq və psixoloji dərinliyini anlayaq. Allahümmə zəyyinni fihi bis-sitri vəl-afaf. Yəni, Allahım, məni bugün və bu ayda sitr ilə, yəni eyiblərimi, günahlarımı örtmək və iffət ilə, yəni namus və təmizliklə zinətləndir, bəzə. Vəsturni fihi bilibəsil qunu'i vəl-kəfaf. Məni bugün qənaət və mənə kifayət edəcək qədər ruzi libası ilə ört. وَحْمِلْنِي فِيهِ عَلَى الْعَدْلِ وَالْإِنْصَافِ وَأَمِّنِّي فِيهِ مِنْ كُلِّ مَا أَخَافِ. Məni ədalət və insaf yoluna yönəlt və qorxduğum hər bir şeydən məni əmin et, məni qoru. بِعِسْمَتِكَ يَا عِسْمَةَ الْخَائِفِينَ. Öz mütləq qoruman xatirinə, ey qorxanların, ey pənahsızların yeganə pənahı. Bu duadakı sitr kəlməsinə diqqət edin. Sitr, pərdə çəkmək, örtmək deməkdir. Biz hamımız insanıq və hamımızın kimsənin bilməsini istəmədiyimiz, utandığımız xətalarımız, gizli günahlarımız var. İmsakda Allaha yalvarırıq ki, Ya Rəbbi, mənim səhvlərimi insanların gözündən gizlət, abrımı qoru, mənə elə bir örtü ver ki, heç kim mənim içimdəki o qaranlığı görməsin. Kim imsakda bu səmimiyyətlə abrının qorunmasını istəyərsə, Allah onu həm dünyada, həm də axirətdə rüsvay olmaqdan qoruyacaqdır. Bəs Allah bir insanın günahını, eybini necə örtər? Bəziləri elə bilir ki, qiyamət günü bütün günahlarımız hamının qarşısında kino kimi göstəriləcək və biz rüsvay olacağıq. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm rəhman olan Allahın mömin quluna necə nəvazişlə yanaşacağını elə bir hədislə təsvir edir ki, bunu eşidən insanın Allaha olan eşqi sonsuzluğa qədər artır. Rəvayət edilir ki, Rəsulullah sallallahu aleyhi və alihi və səlləm qiyamət günündəki o ən sirli anı, yəni nəcva anını belə anladır. Uca Allah qiyamət günü mömin qulunu özünə o qədər yaxınlaşdırar ki,
onun üzərinə öz xüsusi pərdəsini, öz sitrini çəkər. Onu bütün milyardlarla insanların, mələklərin gözündən gizləyər. Orada yalnız Allah və o bəndə olar. Sonra Allah Teala öz bəndəsi ilə xəlvətdə, heç kimin eşitməyəcəyi şəkildə rəhmətlə danışar və ona xətalarını xatırladaraq buyurar. Filan günahını bilirsənmi? Filan xətanı xatırlayırsanmı? Mömin qul qorxu və utanc içində titriyərək deyər: Bəli, ya Rəbbi, bilirəm, etiraf edirəm. Qul bütün günahlarını etiraf edəndə və artıq mütləq məhv olduğunu düşünəndə, aləmlərin Rəbbi olan Allah o insanın qorxularını yox edən o böyük cümləni deyər. Mən o günahları dünyada ikən insanların gözündən sənin üçün örtdüm, gizlətdim. Bugün isə onları sənin üçün bağışlayıram. Və sonra o qula yalnız yaxşı əməlləri kitabı verilər, pislikləri isə tamamilə silinər. Allahu Ekber. Əgər siz dünyada ikən imsakın qaranlığında xətalarınızı yalnız Allaha etiraf etsəniz, o qiyamət günü üzərinizə pərdə çəkərək sizi rüsvayçılıqdan qurtaracaqdır. Biz 12-ci günün duasında Allahım, mənim eyblərimi ört deyirik. Bəs Allah bir insanın eybini nə qədər qoruya bilər? O qulunun rüsvay olmaması üçün necə bir rəhmət göstərir? Böyük alimlərin bizə çatdırdığı Musa Peyğəmbərin əleyhissalam dövründə yaşanmış bu sarsıdıcı hadisə Rəbbin öz qulunu necə böyük bir məhəbbətlə gizlətdiyinin ən böyük sübutudur. Musa əleyhissalam zamanında Bəni İsrail dəhşətli bir quraqlıqla üzləşmişdi. Heyvanlar tələf olur, torpaqlar çatlayırdı. Musa Peyğəmbər böyük bir insan izdihamı ilə birlikdə çölə çıxıb yağış duası etməyə başladı. Lakin onlar nə qədər yalvarsalar da, göydən bircə damla belə yağış düşmürdü. Musa əleyhissalam heyrətlə Allaha nida etdi. Ya Rəbbi, qulların sənə yalvarır, bəs niyə rəhmətini göndərmirsən? Uca Allahdan belə bir vəhy gəldi. Ya Musa, sənin arxanda dayanan o böyük insan çoxluğunun içində elə bir adam var ki, düz 40 ildir mənə üsyan edir, günah içində yaşayır. Yağışın yağmamasına səbəb odur. Ona de ki, məclisdən çıxsın. O çıxmadan sizə yağış verməyəcəyəm. Musa əleyhissalam izdihama tərəf dönüb səsləndi. Ey 40 ildir Allaha üsyan edən günahkar, bizim aramızdan çıx get, sənin ucbatından bizə yağış verilmir. O adam izdihamın içində dayandığı yerdə donub qaldı. Sağına soluna baxdı, heç kim çıxmadı. Anladı ki, axtarılan şəxs məhz özüdür. O an dərk etdi ki, əgər indi o nəhəng izdihamın içindən addım atıb çölə çıxsa, bütün xalqın qarşısında əbədi rüsvay olacaq. Hamı onu daşlayacaq. Əgər çıxmasa, xalq susuzluqdan qırılacaq. O çarəsizlik içində üzünü cübbəsinin, yəni paltarının içinə saldı. Başını aşağı əydi və heç kimin eşitməyəcəyi bir səslə qəlbən fəryad etdi. Ya Rəbbi, mən 40 ildir sənə asilik edirəm, sən mənə möhlət verirsən. İndi isə sənin hüzuruna gəlmişəm. Məni bu insanların içində rüsvay etmə, tövbəmi qəbul et, məni bağışla. Allaha and olsun ki, onun bu pıçıltısı hələ tam bitməmişdi ki, göy üzündə qara buludlar toplanmağa başladı və birdən səhraya dəhşətli bir leysan, rəhmət yağışı yağdı. Musa əleyhissalam təəccüblə soruşdu. Ya Rəbbi, axı o günahkar aramızdan çıxmadı. Bəs niyə yağış verdin? Allah Taala'nın verdiyi cavab insanın qəlbini titrədir. Ya Musa, mən sizə yağışı məhz o adama görə verdim. O tövbə etdi və mənimlə barışdı. Musa əleyhissalam sevincək dedi. Ya Rəbbi, o bəndəni mənə göstər, onu tanımaq istəyirəm. Və aləmlərin Rəbbinin sarsıdıcı sitir, yəni örtü sifəti burada təcəlli etdi. Ya Musa, o 40 il boyunca mənə üsyan edəndə, mənə asi olanda, mən onun eybini örtdüm, onu rüsvay etmədim.
İndi ki o mənə qayıtdı və tövbə etdi, mən onu necə rüsva edərəm? Allahu Əkbər! Sizin Rəbbiniz belə bir Rəbdir. Keçmişinizdə nə qədər qaranlıq səhifələr olursa olsun, imsak vaxtı qaranlıqda "Ya Rəbbi məni bağışla" dediyiniz an, Allah sizin günahınızı elə gizlədər, elə örtər ki, onu mələklərə belə göstərməz. Bəzən insan böyük bir günah edəndə, içindəki vicdan əzabı onu o qədər yandırır ki, özünü ifşa etmək, getdiyi hər yerdə günahını qışqırmaq istəyir. Lakin 12-ci günün duasındakı sitrin, yəni örtünün sirlərindən biri də budur. Allah sizin günahınızı örtürsə, siz də özünüzü insanların yanında rüsvay etməyin. Rəvayət edilən heyrətamiz bir hadisədə, bir adam Mədinə məscidinə daxil olaraq bütün sahabələrin içində qışqırdı. Ya Rəsulallah, mən böyük bir günah etdim, cəzaya layiq bir xəta işlətdim, mənə cəza ver, məni təmizlə. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm ona nə cavab verdi bilirsinizmi? O adamın üzünə baxmadı, üzünü o biri tərəfə çevirdi. İstəmirdi ki, o adam öz günahını cəmaatın içində açıb desin. Adam yenə qabağına keçib qışqırdı, Peyğəmbər yenə sükut etdi. Biraz sonra namaz vaxtı girdi. Hamı birlikdə namaz qıldı. Namazdan sonra adam yenə yaxınlaşdı ki, Ya Rəsulallah, mənə cəza ver. Rəsulullah sallallahu aleyhi və alihi və səlləm böyük bir rəhmətlə ondan soruşdu. Sən bayaq bizimlə birlikdə dəstəmaz alıb bu namazı qıldınmı? Adam, bəli dedi. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurdu. Elə isə get, Allah sənin günahını artıq bağışladı və örtdü. Baxın İslamın əzəmətinə. Allah sizin günahınızı insanların deyil, məhz özünün bağışlamağını istəyir. Və burada ən böyük kosmik sirr ortaya çıxır. Peyğəmbərimizin mübarək hədisində insana verilən o ağla sığmayan fürsəti eşidin. Rəsulullah buyurur, insanın sol çiynindəki mələk, yəni günahları yazan mələk, müsəlman qul bir günah etdiyi zaman dərhal yazmaz, qələmini müəyyən bir müddət yuxarıda saxlayar. Bəli, ilahi bir möhlət. Sağdakı mələk soldakına deyər ki, gözlə, bəlkə tövbə etdi. Əgər o insan peşman olub, əstağfirullah, yəni Allahım məni bağışla desə, o günah kitaba heç düşmədən silinib atılar. Əziz dostlar, təsəvvür edirsinizmi? Siz gün ərzində bir xəta edirsiniz. Allah mələyinə əmr edir ki, gözlə, hələ yazma, bəlkə gecə imsaka oyananda məndən bağışlanma diləyəcək. Əgər siz o imsak vaxtı oyanıb, səccadə üzərində bircə göz yaşı tökərək, Ya Rəbbi, xəta etdim, məni bağışla və mənim eybimi ört desəniz, o günah əməl dəftərinə heç yazılmamış kimi yox olur. Sanki o xəta kainatda heç vaxt baş verməyib. Məhz buna görə də imsak vaxtı sizin əlinizə verilən ən böyük, ən əvəzsiz silgi və örtüdür. Bizim imsakda Allaha ən çox fəryad etdiyimiz mövzulardan biri də ruzi, pul və dünya malının çatışmazlığıdır. Biz həmişə daha çoxunu istəyirik, çünki qəlbimiz heç vaxt doymur. Lakin İmam Əli əleyhissalam Nəhcül Bəlağədə ruhumuzun o doyumsuzluğunu müalicə edən 12-ci günün duası ilə səsləşən o böyük fəlsəfəni ortaya qoyur. İmam Əli əleyhissalam buyurur, qənaət tükənməz bir xəzinədir və əlavə edir, kimin qəlbi qənaətlə, Allahın verdiyi ilə razılaşarsa, o insanların ən zəngini olar. O, həmçinin insanın öz dərdini və acizliyini kiməsə bildirməsi haqqında çox ağır bir həqiqəti dilə gətirir. Öz yoxsulluğunu, dərdini Allahdan başqa kiməsə açan, şikayət edən adam öz zillətinə və alçalmasına razı olmuşdur. Bu böyük bir mənəvi dərsdir. İmam Əli əleyhissalam bizə deyir ki, izzət və şərəf sənin dərdini insanların yanında deyil, məhz imsakın qaranlığında Allahın yanında danışmağındadır. Əgər sən sənin əlində olan kiçik bir şeyə şükr etməyi öyrənsən, sən krallardan daha zəngin olacaqsan. Dərdini Allaha de ki, o sənə qənaət və hüzur xəzinəsini bağışlasın. Həyatımızın ən böyük düşməni içimizdəki qorxudur. Gələcək qorxusu,
Xəstəlik qorxusu, ruzi qorxusu, övladlarımızın aqibəti qorxusu, şərəfimizin tapdalanması qorxusu. İmsak vaxtı bu qorxulardan qurtulmaq üçün sadəcə Allaha sığınmaq kifayətdir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm hər səhər oyananda və hər gecə yatanda bütün bu qorxulardan Allaha pənah aparardı. Siz də imsakda 12-ci günün duasında dediyiniz kimi və əminni fihi min kulli mə əxafu, yəni məni qorxduğum hər şeydən əmin et, qoru deyin. Unutmayın, əgər sizin qəlbinizdə Allaha qarşı tam bir güvən, təvəkkül varsa, kainatda heç bir qüvvə, heç bir sehir, heç bir zalım insan sizə zərər verə bilməz. Çünki siz qorxanların pənahı olan Allaha sığınmısınız. İndi dərindən, aramla bir nəfəs alın. İllərdir ürəyinizdə gəzdirdiyiniz o qorxuları, o gizli utanc və təşvişi kənara atmağa hazırlaşın. Gözlərinizi yüngülcə qapayın. Özünüzü imsakın o dərin, mistik sükutunda təsəvvür edin. Dünya o qədər səssizdir ki, yalnız sizin qəlbinizin döyüntüsü və Rəbbinizə olan ümidiniz eşidilir. Biz məğfirət və iffət günlərindəyik. Birincisi, ilahi pərdənin altına girin. 12-ci günün duasını pıçıldayın. Allahım, mənim eyiblərimi ört, iffətimi qoru. Əmin olun ki, Allah sizin xatalarınızı qiyamətdə gizlədəcəyi və sizi utandırmayacağı kimi bu dünyada da sizin abrınızı heç kimin qarşısında tökməyəcək. İkincisi, sirli günahkarın tövbəsini xatırlayın. 40 il üsyan edib bir saniyədə bağışlanan adamın gözyaşlarını düşünün. Sizin keçmişiniz Allahın mərhəmət okeanında bircə damla belə deyil. Yetər ki, qəlbinizdəki o səssiz nidanı ona eşitdirin. Üçüncüsü, mələklərin gözlədiyi o möhləti qazanın. Günahlarınızı insanlara qışqırmayın, insanlardan mədəd ummayın. İmsak vaxtı oyanın. Mələklərin qələmi vərəqə dəyməmiş Allahla tək başına danışın. Sizin imsakdakı bir əstəğfirullah kəlməniz o qələmi dərhal dayandırar və səhifənizi tərtəmiz saxlayar. Siz qaranlıqlara və iftiralara məhkum deyilsiz. Siz imsakın nuru ilə aydınlanan, şərəfi göylərdən qorunan xüsusi bir bəndəsiz. Əgər bu video sizin qəlbinizdəki o təşviş dolu qapıları araladısa, qorxularınızı silib yerinə güvən əkdisə, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək olun. Kanalımıza abunə olun ki, Ramazanın bu mübarək günlərində mənəvi səfərimizə qırılmadan davam edək. Və rəy bölməsində bu gecə imsakda ən böyük ümidlə Allahın sitrinə, yəni qorumasına sığınacağınızı bildirmək üçün bu cümləni yazın. Allahım, biz öz zəifliyimizi qəbul edib sənin mütləq qorumana sığınırıq. Bizi imsakın qaranlığında sənə yalvaran və bütün qorxularından əmin olan qullarından eylə. Oruclarınız qəbul, dualarınız müstəcab, qəlbləriniz və namusunuz daim huzur içində olsun. Allahumma salli alə seyyidina Muhammedin və alə ali seyyidina Muhammed. Hələlik, Allah amanında.